Bismillahirrahmanirrahim. Yaqub əleyhissalam Allahın seçilmiş peyğəmbərlərindən, İshak peyğəmbərin oğlu və İbrahim əleyhissalamın nəvəsidir. O, İbrahim nəslində peyğəmbərliyin davamçısı kimi həm iman, həm də ailəvi hidayət yolunu qorumaqla tanınır. Quran-ı Kərim buyurur: Biz İbrahimə, İshak və Yaqubu bəxş etdik və onların hər birini doğru yola yönəltdik. Yaqub əleyhissalam həm də İsrail adı ilə tanınır və onun övladları Bəni İsrail, yəni İsrailin övladları adlanır. Beləcə Yaqub əleyhissalam yalnız bir peyğəmbər deyil, həm də bir ümmətin mənəvi bünövrəsini qoyan şəxsdir. Tarixi mənbələrə əsasən o Kənan torpaqlarında yaşamış, xalqını Allaha ibadətə və ədalətə çağırmışdır. Yaqub əleyhissalam ailə bağlarını, nəsil tərbiyəsini və iman mirasının qorunmasını peyğəmbərlik vəzifəsinin bir hissəsi sayırdı. Onun həyatında ən mühüm hadisə oğlu Yusuf əleyhissalam ilə bağlıdır. Yusufun itkin düşməsi illərlə davam edən bir sınağa çevrildi. Yaqub əleyhissalam bu imtihan qarşısında səbir və təvəkkülün nümunəsi oldu. İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, Yaqub peyğəmbərin səbrinin dəyəri onun imtihanı dərin hikmətlə qarşılamasında idi. O Allahın qərarına razı idi, amma heç vaxt ümidini itirmədi. Yaqub əleyhissalam ömrünün sonuna yaxın övladlarını yanına çağıraraq onlara iman və tövhid əmanətini xatırlatdı. Quran-ı Kərimdə bu səhnə belə təsvir olunur. Yaqub ölüm anında övladlarına dedi: Məndən sonra nəyə ibadət edəcəksiniz? Onlar dedilər: Sənin tanrına, ataların İbrahim, İsmail və İshaqın tanrısına, tək olan Allaha ibadət edəcəyik. Bu ayə göstərir ki, Yaqub peyğəmbərin ən böyük vəsiyyəti iman və tövhidin qorunması idi. Rəvayətlərə görə Yaqub əleyhissalam ömrünün son illərində Misirə köçdü və orada Yusuf əleyhissalamın yanında vəfat etdi. Onun nəşi Kənan torpaqlarına aparılaraq dəfn olundu.